Bugün səhər, lap səhər idi. TikTok açarkən Məzi haqqında gördüm. Çox kövrəldim. Gözəl bir insan, gözəl bir gülüş ustası, KVM'si aramızdan getdi, tez getdi. Dünyasını dəyişdi. Dünya, dünya. Allah rəhmət eləsin onu ellərimiz Heydər Baba, Heydər Əliyev. Onların çıxışını, onlarla söhbət eləmək, nə qədər onları güldü, o bizim möhtərəm prezident nə qədər güldü, nə qədər ürək asan uşaqlar idi, nə qədər belə təbii, belə gözəl şeylər çəkirdilər. Nəysə, köyrəldim, doldum, çox. Qara torpaq səni yaman tez aldı, bizlərə dərd verdi, kədərə saldı. Güldürərdi bizi gözəl məzimiz, gülüşü kəsildi, torpaq tez aldı. Yəni gülüşləri kəsildi, qara torpaq onu yaman tez aldı. Ey məzi, məzimiz, ey gözəl məzi, taksi ağa Natiq də yanına gəldi. Taksi ağa Natiq də yanına gəldi Cabir İmanov. Bu da gözəl, ən gözəl xoşdadırım, qaymaqlarımız gedir. Lənətə gələsən, ey zalım fələk. Lənətə gələsən, ey zalım fələk. Taksi ağa Natiq yanına gəldi. Ey məzi, məzimiz, ey gözəl məzi. Taksi ağa Natiq də yanına gəldi. Lənətə gələsən, ey zalım fələk. Sürdürdü taksini, o da yanına gəldi. Bəli, ağa Natiq də Cabir İmanov, o da yanına gəldi. Ay məzi, indi siz cənnətdəsiniz. Məncə onların rəhbərləri də lap öncə dünyasını dəyişmişdi. Elçin idi yəni. Elçin ismində. Bu KVM çox, hələ də izləyirəm mən. Allah yerlərini cənnət eləsin. Nə zalımsan fələk. Fələyin heç istirahəti olmaz. Bu dünya oyundur. Biz də oyuncaq. Bu dünya bizləri çox oynadacaq. Oynada, oynada yola salacaq. Biz də bu dünyadan oynaya-oynaya gedəcəyik. Belə, bunu yazmışam. Nəsə köyrəldim gecə vaxtı, indi bunu göndərirəm. Təşəkkürlər, Allah qəm-qəm rəhmət eləsin. Torpağı nurlar. Mən özümü göstərmirəm. Təşəkkürlər.